Salam. Bu bölmədə biz orta sürət və nisbi sürət, hərəkətin nisbiliyi mövzusunun testlərini izah edək. Mexaniki hərəkət zamanı fiziki kəmiyyətlərdən hansı sıfıra bərabər ola bilər? Bu, yer dəyişməyə görə orta sürətdir. Bildiyimiz kimi, mexaniki hərəkət zamanı yer dəyişmə və yer dəyişməyə görə orta sürət sıfır ola bilər. İkinci testdə orta sürətin tapılmasıdır və orta bərabərdir S ümumi bölək T ümumi, yəni 320 kilometri 5 saata bölürük və 64 kilometr bölək saat cavab alınır. Üçüncü sualda yenə orta sürətin tapılmasıdır. 280 kilometri 5 saata bölürük və 56 kilometr bölək saat alınır. Dördüncü sualda bilirik ki, əks tərəfə gedəndə sürətlər toplanılır. Yəni 6 üstə gələk 8 bizə verirdi 14-ü. 5-ci sualda bu da şagirdlər çox vaxt çaşır, bu da əks istiqamətdədir. Yəni birinci sağa, ikinci isə sola gedir. Yəni qarşı-qarşıya gəlmək əks istiqamətdə getmək deməkdir. Yəni bunlar bir-birinə sürətlə yaxınlaşır. Məsələn, 4-cü sualda sürətlə uzaqlaşırlar. Burada isə sürətlə yaxınlaşırlar. Yəni sürətlər toplanır. Əks istiqamət olduğuna görə sürətlər toplanır. 10 üstə gələk 15, 25-dir. 6-cı sualda isə çıxılır. Niyə çıxılır? Çünki birinci məsələn 90 km qabağa gedibsə, ikinci isə 80 km onun arxasından gəlir. Deyək ki, 1 saata 90 km, ikinci isə 1 saata 80 km, yəni eyni istiqamətdə çıxılır. Aralarında bir 10 kilometr məsafə yaranır hər saatda. Deməli, 7-ci sual. Eyni müstəvi üzərində hansı cimə A ciməsinin sürəti modulu ən böyükdür? Ən böyükdür. Yəni, bunların hamısının sürəti eynidir. Deyək ki, VA olsun, tutaq ki, 10. Məsələn, V4 olsun, deyək ki, 3. V1 də 3-dür. Tutaq ki, V2 də 3-dür. V2 də 3 olsun, V3 də 3 olsun. Deyək ki, hamısı olsun 3. V5 də 3 olsun. V5 də 3 olsun. Və bunların hamısının eyni olduğu halda biz bilirdik ki, digər bucaqlarda nisbi sürət kosinuslar terimi və ya Pifaqor terimindən tapılır. Eyni istiqamətdə çıxılır. Yəni, ondan tutaq ki, 3 çıxsaq 7. Əks istiqamətdə toplanır. Onun üzərinə 3'ü gəlsək, 13. Yəni, ən böyük olur əks istiqamətdə hərəkət edənə nəzərən, yəni A cisminin, onunla əks istiqamətdə hərəkət edən 4 cisminə nəzərən sürəti ən böyükdür. Ən kiçik isə onunla eyni istiqamətdə hərəkət edən 2 cisminə nəzərəndir. 8-ci sualda müşahidə başlanandan 3 saniyə sonra ikinci cismin birinci cisminə nəzərən sürəti. Yəni 3 saniyə anında bunlar görüşməyib, sadəcə sürətləri eyni olub. Eyni qrafik XT olanda görüşməkdir, yəni aralarında məsafə sıfırdır. Burada isə hər ikisinin sürəti eynidir. Yəni V1 bərabərdir 10, 20-dən 10'a kimi azalıb. V2 bərabərdir 10, davamlı olaraq 10'da qalıb. İkincinin birinciyə nəzərən sürəti 10 çıx 10 edəcək. 0, cavab 0'dır. Və 9-cu sualda yenə ikincinin birinciyə nəzərən sürətlər eyni olduğuna görə cavab 0'dır. Əks istiqamətdə bərabər sürətlə hərəkət edən iki cismin hər birinin yer nəzərən sürəti 2 dəfə artanda onların bir-birinə nəzərən nisbi sürəti cavab 2 dəfə artar. Niyə? Əks istiqamətdə hərəkət edirsə sürətlər toplanır. Yəni ikincinin birinciyə nəzərən sürəti V1 plus V2'dir. İndi bunlar 2 dəfə artsa, yəni V1 2 dəfə artsa, V2 də 2 dəfə artsa, 2 çıxdı mötərizə xaricinə 2 V1 plus V2 oldu. 2 vuraq V1 plus V2 oldu. Ona görə də cavab 2 dəfə artar. Eyni istiqamətdə hərəkət edəndə yenə 2 dəfə artır. Çünki burada ikincinin birinciyə nəzərən sürətinin modulu V2 çıx V1 idi. İndi V2 2 dəfə artsa oldu 2V2. V1 2 dəfə artsa oldu 2V1. 2 çıxdı mötərizə xaricinə. 2 vuraq V2 çıx V1.
Bu da oldu 2 dəfə artmaq. Deməli, burada eyni istiqamət və ya əks istiqamətin dəxli yoxdur. Əsasən bu bir-birinə nəzər, hər birinin sürəti 2 dəfə artarsa, nisbi sürətdə 2 dəfə artır. Ancaq azalar olsa yenə azalardı. 12-ci sualda birinci maddi nöqtədən ikinciyə nəzərən sürəti. Burada ikisinin də sürət tənliyi verilibdir. V1-in 2-yə nəzərən sürəti, V1-dən çıxırıq V2-ni. Burada 5T-dən çıxırıq 3T üstə gələk 2-ni, bərabərdir 5T-dən çıxırıq 3T çıxaq 2-ni. 5T-dən 3T çıxılır, qalır 2T. 2T qalır, çıxaq 2. Yəni, burada 2T-dən 2-ni çıxmaq olmaz. Bunu riyaziyyatdan bilirik. 13-də orta sürət məsələsidir. 36 km/saatı metr/saniyəyə çevir. 1000-ə vurub 3600-ə bölürük. Yəni 36-nı vururuq. Kilometrimiz 1000 metrdir. Bunu daha əvvəldən bilirik. Saatımız 3600 saniyədir. Bunlar ixtisar edəndə 10 metr/saniyə qalır. Ancaq qayıq deyir, axın istiqamətində 600 metr məsafəni 50 saniyədə gedib. Yəni, qayığın axın istiqamətində sürəti 600 metrəni bölürük 50 saniyədə 12 metr/saniyədir. Burada qayığın axın istiqamətində sürəti bərabərdir V qayıq üstə gələk V çaydır. Və axın istiqamətdə sürət 12-dir, qayığın sürəti 10-dur, çayın sürətini bilmirik. Burada çayın sürəti 12-dən 10-u çıxacaq, cavab 2 olacaq. 14-cü sualda da yenə 36 km/saatımız artıq yuxarıdan bilirik 10 metr/saniyədir. Axının əksinə gedir, yəni əks istiqamətdə sürəti 400 metri bölürük 50 saniyədə 8 metr/saniyə edir, düzdürmü? Və deməli, əks istiqamətdə sürət və qayıq çıxaq və çaydır. Yəni 8 bərabərdir və qayığı bilirik artıq 10-dur və qayıq 10-dur. Çıxaq və çay. Burada da və çay olacaq 10 çıx 8, yenə 2. Yenə 2. Deməli, 5 metr/saniyə sürətlə hərəkət edən 150 metr uzunluqlu qatardır. Qarşıdan gələn qatarda isə sərnişin əyləşib. Yəni, biz qarşıdan gələn qatarın uzunluğu bizə dəxli yoxdur. Çünki sərnişin öz qatarın uzunluğunu görmür. 150 metr olan qatarın uzunluğunu görür. Bunlar qarşı-qarşıya gəldiyinə görə nisbi sürətlər toplanılır. Nisbi sürət, bunlar 2 sürətin cəmidir. 5-dən 10-un cəmi 15 metr/saniyədir və qatar da 150 metrdir. Yəni V T bərabərdir L bölək V. T bərabərdir L bölək V və 150-ni bölürük 15-ə. Eləyir 10 metr/10 saniyə. 10 saniyə. Aralarındakı məsafə 600 metr olan iki avtomobil nə qədər vaxtdan sonra görüşər? Bunlar əks tərəfə gəlir, yəni qarşı-qarşıya gəlir. Yəni, hər saniyədə 12 metrəni biri gəlir, 8 metrəni o birki. 12 metr hər saniyədə gəlir, o birki də 8 metr gəlir. Yəni, onlar hər saniyədə bir-birinə 20 metr yaxınlaşır. Nisbi sürət, yəni qarşı-qarşıya hərəkət etdikdə qabaq-qabağa gəlmək deməkdir. 12 plus 8 bərabərdir 20 metr/saniyə. T də bərabərdir L bölünsün və 600 bölək 20 bərabər nə? 30. 30. 2 maddi nöqtənin hərəkət tənliyi 2T üstə gələk 2, 3T üstə gələk 3 şəklindədir. İkinci nöqtənin birinciyə nəzərən sürəti burada 1-dir. Törəmə almaqla da gedə bilərik. X bərabərdir. X0 üstə gələk VT-dən də tapa bilərik. Yəni, X bərabər X0 üstə gələk VT-dən bilirik ki, T'nin qarşısındakı V-dir. Yəni, burada V2 3-dür. V1 də 2-dir. Onda
İkincinin birinciyə nəzərən bərabərdir 3 çıx 2 bərabərdir 1. Cavab 1'dir B variantı. 2 adi nöqtənin hərəkət tənliyi x1 bərabər -2 t'dir. Onda burada törəmə ilə getsək daha yaxşıdır. Çünki ikincidə zaten törəmə alacağıq. V1 bərabər x1'in törəməsi. x1'in törəməsi -2t'nin törəməsi 2'dir. V2 də bərabərdir x2'nin törəməsi. 4t kvadratının törəməsi 2 düşür vurulur 8t'dir. Və deyir ki, burada t bərabər 0 anında əsas məsələlərdən biri odur ki, t 0 anında. Birincinin sürəti həmişə -2'dir. Çünki dəyişməyəcək. Həmişə -2'dir. İkinci isə 8t'dir və t'miz də 0'dır. 8 vur 0 ilə 0 elədi. Yəni başlanğıc anda V2 0, V1 həmişə -2'dir. V2 isə nə idi? 0 idi başlanğıc anda. Onda 2'nin 1'ə nəzərən sürəti 0 çıx -2 bərabərdir 2. Cavab 2'dir. Və 19'da avtomobil hərəkət vaxtının 4/1 hissəsini 8 metr bölü saniyə, qalan hissəsini isə 4 metr bölü saniyə sürətlə hərəkət etmişdir. Mən burada ümumi zamanı yaxşı olur ki 1 götürürəm, çünki öz məziyyətə salmaq istəmirəm. Və onda T1'in bərabərdir 1'in 4/1 elə 4/1, T2 də bərabərdir 1'in qalan hissəsi, yəni 4/3. V orta bərabərdir V1 T1 plus V2 T2 bölək T1 plus T2. T1 plus T2 ümumi zamandır, yəni bu 1'dir, ikisinin cəmidir. T1 üstə gələ T2 bizim ümumi zamanımızdır, yəni 1'dir. V1'im 8'dir, T1'im 4/1'dir, V2'im 4'dür, T2'im 4'dən 3'dür. İxtisarlarımızı aparsaq 2 üstə gələk 3 bərabərdir 5. Cavab 5. A variantı. Keçdik 20-ci suala. Burada birbaşa 5'i 2'yə bölüb də tapa bilərik. Çünki sürətin kiçik qiyməti 0, böyük qiyməti 5'dir, mütəmadi artıb. Amma yaxşı olar ki biz birinci yolu yaxud yer dəyişməni tapaq. Bu da S bərabərdir S 3 bucaq. Yəni 5 vur 4 bölək 2. Yəni 2/1 AH-dan gedə bilərik. 2/1 AH. Bu da 10 və S bərabər 2/1 AH. Burada 10'dur. Və V orta bərabərdir S bölünsün T, yəni 10 bölünsün 4. Bu 2 10'da 5. 2 10'da 5. V sürətlə hərəkət edən eskalator üzərində həmən istiqamətdə yerə nəzərən. Yəni burada V sərnişinin yerə nəzərən ümumiyyətcə eskalatorda sərnişin hərəkəti qayığın çayda hərəkətindən eynidir. Burada sürətlərin toplanmasıdır. Eyni istiqamətdə gedəndə V sərnişin yerə nəzərən V sərnişin üstə gələ V eskalatordur. İndi burada V sərnişinin yerə nəzərən sürəti 3V'dir. Və burada V sürətlə hərəkət edən eskalator, yəni sərnişin sürətini biz bilmirik, eskalatorun sürəti V'dir. Onda 3V bərabərdir V sərnişin üstə gələk V. V sərnişin olacaq 2V. Cavab 2V'dir. Və 22-ci sualda isə deməli yenə V sürətlə hərəkət edən eskalator üzərində həmən istiqamətdə eskalatora nəzərən. Əgər eskalatora nəzərəndirsə, yəni eyni istiqamətdə gedir, həmin istiqamətdə V sərnişinin eskalator nəzərən sürəti 3V'dir. Yerə nəzərən sürətini soruşur. V sərnişinin yerə nəzərən sürəti V sərnişin üstə gələ V eskalatordur. Yerə nəzərən sürəti bizə verilməyib, bunu axtarırıq. Sərnişinin yerə nəzərən sürəti bərabərdir. Sərnişinin eskalatora nəzərən sürəti 3V'dir. Üstə gələ eskalatorun sürəti V'dir. V sərnişinin yerə nəzərən sürəti 4V oldu. Cavab Y. X oxu üzrə düz xətlə hərəkət edən cisimlərin sürətinin proyeksiyon zamanı. A cisminin hansı cisimə nəzərən sürətinin modulu ən kiçikdir. Ümumiyyətcə ən yaxın nəzərən ən kiçik olur. Ən uzağa nəzərən ən böyük. Burada cavab 1'dir. Bu da səbəb nədir?
Əslində nisbi sürət sürətlərin vektorial çıxılmasıdır və A-nın digərinə nəzərən proyeksiyası, yəni V nisbi deyirəm, V nisbi x bərabərdir. V1 x çıxartdaq ki, V2 x-dir. İndi A-ya bir dənə qiymət deyirəm, tutaq ki, bura olsun 0, bura olsun 1, 2, 3 və burada -1, -2, -3. Burada tək-tək çıxsaq, tutaq ki, A-nın sürəti 3-dür, 1-in sürəti də 2-dir. A-nın 1-ə nəzərən sürəti 3-dən çıxıram 2-nə eləyir 1. A-nın 2-yə nəzərən sürəti 3-dən çıxıram 1-i bərabərdir 2. A-nın 3-ə nəzərən sürəti 3-dən çıxıram -1-i eləyir tutaq ki 4. Beləcə artır. A-nın 5-ə nəzərən sürəti eləyir 6. Yəni ən yaxına nəzərən ən kiçik, ən uzağa nəzərən ən böyük olur. Burada da ona oxşardır. 24-cü sualda 2 birdən geri qalır. Burada bildiyimiz kimi bunlar x-də x ox istiqamətində gedir və V1 böyükdür V2-dən. V1 V2-dən böyükdür. Məsələn, V1-ə bir dənə 10 deyirəm, müsbət 10, çünki x ox istiqamətində gedir. Onda V2-yə daha kiçik bir ədəd deməliyim. Tutaq ki, 7 deməliyim. Əgər 10 olsa, olarsa, 10 deyil, 10 olarsa, onda bu da 7 olarsa, yəni daha kiçik olarsa. Onda məsələn 2-nin 1-ə nəzərən sürəti bərabərdir 2-nin sürətindən çıxıb 1-in sürətini 7-dən çıxdıq tutaq ki 10-u -3, yəni geri qalacaq, mənfi olacaq. Mənfi də A variantındadır. Və nəhayət bunu qurtardıq. 24-ü qurtardıq. 25-də də oxşar şəkildədir. Nisbi sürət ən yaxına nəzərən ən kiçikdir, ən uzağa nəzərən ən böyük olacaq. 1-ə nəzərən, çünki sürətə ən yaxındır. Yenə ən kiçiyi soruşur, A-ya ən yaxın olan götürürük 5-i. Burada isə 27-də hərəkət tənlikləri verilmişdir. Hansı cismə nəzərən bu cismin sürəti modula ən böyükdür. Yenə bunun sürəti V bərabərdir 5-dir. Bunların sürəti -1, 5, -5, yəni T-nin qabağındayı vuruq. Sürətin proyeksiyasıdır. 2, yəni sürətin proyeksiyasını yazdım. Bu 5-dən nisbi sürətdə çıxmalıyıq. Hansını çıxsaq ən böyük alırıq. Təbii ki, -5-i çıxsaq, modula ən böyük olan ədəd alırıq. 28-ci testdə hansı cismə nəzərən bu cismin sürəti ən böyük kiçikdir. Orada ən böyük soruşurdu, bu da isə ən kiçiyi. -10-dur, sürəti -10-dur. -10-dan hansı ədədə çıxsaq ən kiçik ədəd alırıq. -10-u cavab B-dir. Burada axın istiqamətdə sürət V axın, V qayıq üstə gələk V çaydır. Bu 25-dir. Əksinə sürət V qayıq çıxaq V çay 14-dür. Burada çayın sürətini tapmaq üçün tərəf-tərəfə çıxsaq, V qayıqdan V qayığı çıxır 0 qalır, V çaydan -V çay çıxır 2 V çay qalır. 25-dən 14 çıxır 11 qalır. V çay bərabərdir 11 bölək 2, bu da 5/5. 5/5 E variantı. 30-cu sualda birincidə də 2-nin 1-ə nəzərən, bax 2, 2, 1 və eyni istiqamətdə gedirlər, ikisi də sağa gedir. Yəni birincidə 2-nin 1-ə nəzərən 100-dən çıxıram 60-ı 40-dır. İkincidə 2-nin 3-ə nəzərən 100-dən 80-i toplayıram. 100-dən 80-i toplayıram. 180-dir. Üçüncüdə deyək ki 3-ün 1-ə nəzərən 3-ün 1-ə nəzərən 80-lə 60 və əksdir. Gördüyümüz kimi nədir? Əksdir. 80 üstünə 60 yəni nə eləyir? 140. Deməli 40, 180, 140 40 180, 140 40 budur. 180, 160-dan 200 arasıdır. 140 da 120 ilə bunun arasıdır. Bu da C-dır. Və 31
Eyni müstəvi üzərində hərəkət edən 5 müxtəlif cisim sürət vektorları təsvir edilmişdir. Hansı cismə nəzərən A cismin sürətin modulu ən kiçikdir? Buna oxşar test etdik. Deməli, əks istiqamətdə ən böyük idi, yəni A 4-ə nəzərən ən böyükdür, eyni istiqamətdə isə çıxır ən kiçikdir. Cavab bu da 2-dir, C variantı. 32. Başlanğıc koordinatları eyni olan X oxu üzrə hərəkət edən iki cismin sürətin proyeksiyası zamandan asılı təsvir olunmuşdur. Hansı zaman intervalında cisimlər birbirine yaxınlaşır? Deməli, bunu şagirdlər belə çətin başa düşür. Burada məsələn sürətə bir dənə qiymət verirəm, tutaq ki, olsun 10 metr bölək saniyə. Sürət olsun 10. Birin sürəti gördüyümüz kimi davamlı 10'dur. 2'nin sürəti geri qalır. 2'ni yavaşır 2. Yəni 0T4 aralığında, 0T4 aralığında, bu daxil deyil aralığında, deməli V2 kiçikdir V1. V2 kiçikdir V1. 0T4 aralığında V2 kiçikdir V1. Ona görə 2 geri qalır, 1 qabağa gedir. 2 geri qalır, 2 geri qalır, 1 qabağa gedir. Qabağa gedir. Və T4, T5 aralığında bu tərsinə olur. T4, T5'də artıq 2'nin sürəti 1'in sürətindən böyük olur. V2 böyükdür V1, yəni geri qalanın sürəti artır. Geri qalanın sürəti artanda geri qalan başlayacaq nə etməyə? Yaxınlaşmağa. Ona görə də T4, T5'də yaxınlaşır. 33 də eyni məsələdir. Burada isə tərsinədir. Deməli, hansı zaman anında cisimlər birbirine yaxınlaşır? Yenə T4 anına qədər V2 böyükdür V1'dən, T4'ə qədər V2 V1'dən böyükdür. 2 qabağa gedir, 1 geri qalır. T4'dən sonra isə deməli T4 anına qədər, T4 anına qədər V2 böyükdür V1 olur. 2 birdən uzaqlaşır, qabağa gedir. Amma T4 T5 aralığında, T4 T5'də nə olur? V2 azalır, V2 kiçikdir V1 olur. İndi isə yaxınlaşır, bir-birinə nə edir? Yaxınlaşır. Yəni cavab burada yuxarıda olduğu kimi T4 T5'dir. Yəni bu kəsişməyə qədər burada bir dənə yadda saxlaya bilərik. Bu kəsişmə nöqtəsinə qədər bu tipli məsələdə. Birinin sürəti digərindən böyük olduğuna görə uzaqlaşırlar. Kəsişmə anda məsafə ən böyük olur. Kəsişmədən sonra yaxınlaşırlar. Yəni bax buracan bir-birindən uzaqlaşırlar, uzaqlaşır. Bu andan bu aralıqda yaxınlaşır. Bu aralıqda isə məsafə ən böyükdür. Yəni T4 anında ani olaraq məsafə ən böyük olur. Burada deyir ki, yerə nəzərən ikincinin birinciyə nəzərən nisbi sürət tapmaq üçün əvvəlləri bir nöqtəyə çəkilməlidir. Yəni 1 yuxarı idi, yuxarı çəkdim, 2 sağa idi, sağa çəkdim və əvvəllərini bir nöqtəyə köçürtdüm. İndi burada birinci cismin ikinciyə nəzərən nisbi sürətini tapmaq üçün deməli ikinciden birinciyə doğru vektor çəkməliyəm. Bax bu formada. Bu da V1'in 2'ye nəzərəndir. Yəni bu formada olmaz. Birinci V1 yuxarı, V2'ni buradan başlatmalıyam. Ondan sonra çəkməliyəm belə. Bu da B'dır. Birincinin ikinciyə nəzərən B'dır. 2'nin birinciyə nəzərən isə bunun tam əksi olacaq. Burada da yenə bax, burada səhvə yol verə bilərsiniz. Əvvəllərin bir nöqtəyə getməliyik. Görürük, burada birinin əvvəli digərin sonunadır. Yəni 2 aşağıdır, aşağı çəkən V2'ni, 1 soladır, sola çəkirəm V1'i və bizə deyir ki, ikincinin birinciyə nəzərən belədir. V2'nin 1'ə nəzərən sürəti çəpinə sağa doğrudur. Bu da B'dır. 37'də üzgüçülərin çayı keçmə müddətləri. Burada bərabərdir. Bərabər olma səbəbi nədir? Burada bir Y oxumuzu çəkək. Bizim olsun bir Y-imiz.
Buraya x oxumuzu çəkək. Olsun Vx-imiz. Və gördüyümüz kimi çay x oxu üzrə üzür. Yəni V çay bərabərdir V çayın x proyeksiyasına. V çayın y proyeksiyası sıfırdır. Və hər bir üzgüsünün y oxu üzrə proyeksiyaları eynidir. V1y bərabərdir V2, y bərabərdir V3, y bərabərdir 2. Hər bir üzgüsünün y oxu üzrə proyeksiyası eynidir. Bizə isə lazımdır T. Gördüyümüz kimi çayın eni budur. L çay yazaq. Onda T bərabərdir L çay bölək V y. Yəni çayın enini bölməli sürətin y proyeksiyasına. Ona görə də bərabərdir. Y proyeksiyaları eyni olduğu üçün çayın eni də sabit olduğu üçün üçündə də bərabər olacaq. 38-də eyni vaxtda keçəcəklər. Hansı zamanda cisimlər məsafə ən böyük olacaq? Bayaq dedik bunu. Kəsişmə anında. Yəni T4-ə qədər V2 V1-dən kiçikdir. V2 geri qalır. Bir-birindən uzaqlaşırlar. V1 qabağa gedib uzaqlaşırlar. T4-dən T5-ə qədər V2-nin sürəti V1-i keçir, yaxınlaşırlar. T4-də isə məsafə ən böyük olur. 4-də. Məsələn, arxadan gələn maşın təsəvvür edin ki, 120 ilə gəlir, 2V-dir, bu da 60-dan gedir. 120 ilə gələn 60-dan gələn əvvəlcə çatacaq, məsafə azalacaq. Sonra isə ötüb keçəcək, məsafə artacaq, C variantıdır. Və 40-cı testdə O nöqtəsindən üzməyə başlayan hansı üzgüsü qarşı sahilə A nöqtəsində çatar? Bunu bir neçə müxtəlif yolla həll etmək olar. O-dan A-ya düz gedə bilmək üçün gördüyümüz kimi çay 2 dama sağa üzür. Deməli, üzgüsü də 2 dama sola meyilli üzməlidir. Yəni, çayın sürəti ilə üzgüsünün sürətini toplayanda düz qabağa getməlidir. Bu da 1-dir. 1. Yəni, çay 2 dama V çay x bərabərdir 2. Onda V üzgüsü x bərabərdir mənfi 2 olmalıdır ki, toplayanda bunların x oxu üzrə proyeksiyası 0 olsun və tam A nöqtəsinə getmək üçün tam y oxu boyunca hərəkət etsin. Burada cavab 1-dir. Hansı qrafik ikincinin birinciyə nəzərən? Burada ikincinin sürəti 1 AT-dir, V2 bərabərdir AT-dir, müsbət AT-dir, V1 də 5-dir. Onda ikincinin birinciyə nəzərən, V2-nin 1-ə nəzərən bərabərdir. 2-nin 1-ə nəzərən bərabərdir. AT çıxaq 5, mənfi 5 üstə gələk AT, mənfi 5 üstə gələk AT. A-ya müsbət bir qiymət versə, yəni A müsbətdir. Onda daha aydın olar. V2-nin 1-ə nəzərən bərabər mənfi 5 üstə gələk. Məsələn, A-ya A bərabər 2 desək, daha aydın görək ki, üstə gələk 2T. Yəni, bir mənfi 5-dən başlayaraq üzü yuxarı gedir və bitirdik. Eləmi? 41 testdən sonra bitirdik. Texniki nasazlıqlara görə səs-küy ola bilər. Biraz sürətli izah eləməyə çalışdım. Üzürlü hesab eləyin. Çalışdıq ki, əsas məqamları deyək. Diqqətinizə görə minnətdaram.